Siz heç hiss etmisiniz ki, danışarkən kameradan səsiniz bir qədər başqa cür çıxır. Bu normaldır. Amma necə etmək olar ki, səs daha da gözəl çıxsın, ünsiyyətiniz daha da cəlbedici və maraqlı olsun? Ən birinci, danışıq aparatını aktivləşdirmək lazımdır. Yəni, dodaq ətrafı əzəlləri aktivləşdirmək üçün sadə bir məşq var. Ma, ne, ma, ni, ma, no, ma, nu. Və ən sevimli yanıltmacım da var. Mollanı əmma mələməlimi, əmma mələməməlimi. Və ümumiyyətlə, hər bir yanıltmacı deyərkən belə çalışın dodaq ətrafı əzəllər aktivləşsin. Yəni, i deyəndə maksimum dodağın ucları kənara çəkilməlidir. I, u deyəndə önə tərəf çəkilməlidir. U. Yəni, bu formada danışıq aparatı bir qədər aktivləşəcək. Ümumiyyətlə, çalışın, nəsə oxuyursuzsa, ucadan oxuyun. Diktafona səsinizi yazın, yavaş-yavaş öz səsinizə öyrəşəcəksiniz. Və ümumiyyətlə, kamera qarşısında danışmaq istəyən, gözəl nitq qabiliyyətinə malik olmaq istəyən psixoloqlar, peşəkarlar tezliklə may ayında bizim praktikamız başlayır. Bir dəfə öyrənib, sonra həyatı boyu tətbiq edəcəksiniz. Auditoriya ilə nə cür işləmək lazımdır ki, insanlar bir-iki kəlmədən sizi başa düşsünlər.